Morzenin sirri. Nihat, yatırsan, deyə ata qapını açdı. Nihat yataqda uzanıb kitab oxuyurdu. Al, Elçinlə danış. Ata telefonun dəstəyini Nihata uzatdı. Elçin Nihatın əmsi oğlu idi. 3 yaş böyük olsa da onların söhbəti tuturdu. Amma indi gecə vaxtı idi. Bir az hal əhval tutub sağollaşdılar. Nihat telefonu atasına qaytardı. Ata otaqdan çıxanda Nihat onu səslədi. Ata, necə olur ki, mən burada telefonla danışıram? Elçin şəhərin o başında səsimi eşidir. Nihat, bunu başa düşmək üçün hələ çox oxumalısan. Həmişə belə deyirsən. Oxuyuram da. Gör necə kitab oxumuşam. Yaxşı, qulaq as. Qədimdə insanlar daha çox işıq vasitəsilə məlumat ötürürdülər. Axı gecə vaxtı işığı lap uzaqdan görmək olur. Məsələn, mayak kimi. Sonra alimlər kəşf etdilər ki, naqillər vasitəsilə çox uzaqlara səs siqnalı da ötürmək mümkündür. Telefon hələ yarandı? Yox, bu hələ telefon değildi. Bunun adı telegraf idi. Telegrafda uzun və qısa səs siqnallarından istifadə edirdilər. Məsələn, bunun nə mənası var axı? Bu cür necə məlumat ötürmək olar? Bax, bunun çox maraqlı tarixçəsi var. Təxminən 150 il əvvəl Amerikada Morze adında bir adam yaşayırdı. O uzun və qısa səs siqnallarından istifadə edib əlifba yaratdı. Cəmi 2 siqnaldan? Necə? Nihat, artıq gecidir. İkimiz də yorulmuşuq. Sabah davam edərik. Yat mənim balam, gecən xeyrə qalsın. Ata işığı söndürüb otaqdan çıxdı. Nihatın gözləri yumulurdu. O artıq yuxulayırdı. Birdən qonşu otaqdan taqqıltı və qəribə siqnal səsləri eşidildi. Nihat çarpayıdan qalxıb otağın qapısını açdı. Qarşısına böyük bir otaq çıxdı. Otağın bir küncündə masanın arxasında bir kişi oturub işləyirdi. Bu uzun saqqallı, yaşlı bir adam idi. Nihat ona yaxınlaşdı. Bağışlayın, siz kimsiniz? Mən Samuel Morze. Bəs sən kimsən? Mənim adım Nihatdır. Cənab Morze, mən eşitmişəm ki, siz 2 siqnalın köməyi ilə əlifba yaratmışsınız. Bunu necə etmisiniz? Cənab Morze otağın o biri küncünü göstərdi. O masanın üstündəki cihazı görürsən? Keç onun yanına. Nihat cihazın yanına getdi. Cənab Morze öz masasının üstündəki cihazda düymələri taqqıldatmağa başladı. Bu zaman qəribə səslər eşidilirdi. Uzun və qısa cıyıltı səsləri. Nihatın qarşısındakı cihazda da həmin səslər təkrar olunurdu. Eyni zamanda cihazdan kağız lent çıxırdı. Lentin üzərində nöqtə və tirə işarələri də var idi. Cənab Morze Nihata yaxınlaşdı. Görürsən, bu cihaz qısa səsləri nöqtəyə, uzun səsləri tirəyə çevirir. Bu işarələrin müxtəlif cür birləşməsi danışıq səslərini ifadə edir. Bax, burada mən sənə salam göndərmişəm. Salam, Nihat. Nihat sevinclə qışqırdı. Urra! Mən hər şeyi başa düşdüm. Nihat, oyan bala, oyan. Nihat gözlərini açdı. Başının üstündə atası ilə anası dayanıb narahatlıqla ona baxırdılar. Nihat çaşqın halda dilləndi. Bəs cənab Morze hanı?